Demək uşaqlar, bugünkü mövzumuz isim bölməsidir. İsim bölməsindən keç alırım. Amma iki yerə böləcəm, yarı-yarı izah edəcəm. İsimin hallarına qədər bir keçərdik, hallarını da gələn dəfə izah edəcəm. Bildiyimiz kimi isim nəyi deyilir? Əşyanın adını bildirən əsas nitqləsinə isim deyilir. Suallarımız, uşaqlar, kim, nə, bir də hara. O ismin nəyidir? Suallarıdır. Kim şəxs anlayışı bildirir, nə? Canlı da deyə bilərəm, cansız da deyə bilərəm. Çünki heyvanlar bilirsiniz də canlıdır, amma nə sualına cavab verir. Hara isə məkan anlayışı bildirir. Bu ismin suallarıdır. İsim deyəndə ağlımıza birincisi nə gəlir? Ən birinci başlayaq quruluşma növlərindən. İsimlər quruluşuna görə bölünürlər uşaqlar 3 yerə. Nə idi isimlər? Bütün əsas nitqələri quruluşuna görə 3 yerə bölünür. Sadə var, düzəltmə var, bir də mürəkkəb. Biz sözün quruluşma növünə keçəni demişdik ki, sadə nədən ibarət olur? Kök və qrammatik şəkilsi, düzəltmə kök və diksi şəkilsi, mürəkkəb isə iki və daha artıq sözün birləşməsi yoluna yaranır. Uşaqlar, bu düzəltmə isimlərdə öz növbəsində iki yerə bölünür. Bir adlardan düzələnlər var, bir də feillərdən düzələnlər var. Onu da ayrıca yerdə saxlayırıq. Demək, hansıdır uşaqlar? Adlardan düzələn, bir də feildən düzələn. Bizə əsas lazımdır hansı adlardan düzələnlər. Hər birini əzbər tutacağım. 4-5-in nümunə olaraq deyəcəm, qalan hamısı kitabda var da, onsuz da. Məsələn, ç, necə sənət verir? Tutaq ki, deyirəm, balıq, balıqçı. Sonra istan var. Məsələn, deyirəm, Gürcü, Gürcüstan, məkan anlayışı bildirir. Sonra lıqlik var. Lıqlik ümumiyyətlə 4 dənə məna bildirir. Hansıdır? Birinci yer anlayışı bildirir, çəmənlikdir, otluqdur. Sonra cansız əşya anlayışı bildirir, məsələn, gözlükdür. Sonra bu his var, müzərrət anlayışı. Məsələn, dostluqdur, analıqdır, atalıqdır, his kimi də bunu bildirə bilər. Sonra bir də bildirir, insan anlayışı bildirə bilər. Məsələn, tutaq ki, deyirəm ki, daha doğrusu məkan anlayışı dedirlər. Çəmənlik dedik, otluq dedik, cansız əşya dedik, gözlük dedik. Bir də ki, hansını dedim, ən sonuncu peşə, məsələn, müəllimlik deyə bilərəm, peşə demirəm, həkimlik deyə bilərəm. Və yadda saxlayın, bu müzərrət isimlər cəmlənə bilmirlər. Peşə sənət anlayışı bildirən isimlər cəmlənə bilmir. Layla şəkilsi qəbul edin. Məsələn, müəllimliklər olmur, dostluqlar olmur, analıqlar olmur. Yəni, bunları da ayrıca yadda saxlayırıq. Sonra, məsələn, çarçə var. Məsələn, deyirəm, meydan, meydança. Nə bildirir uşaqlar? Silmə bildirir. Sonra cik var. O da, məsələn, evcik. Sonra cığaz var, quşcığaz, əzizləmə anlayışı bildirir. Bunlara özü də qeyri-məhsuldar şəkilçilərdir, çünki bir variantdadırlar, az istifadə olurlar. Soyad düzələnlər, biz fonetkanın keçəndə də demişdik. Ov, ova, yev, yeva, vurğu, qəbul eləməkdir. Başqa yenə var uşaqlar, soyad düzələnlər. Ov, ova, yev, yeva, sonra zadə var, məsələn, Əlizadə. Sonra lırısı 4 var, məsələn, Məzidli, Qasımlı. Bu lırısı 4 belə də ola bilər, Bakılı, Gəncəli, o da yenə nə anlayışı bildirir, şəxs anlayışı bildirir. Sonra bizdə nə qaldı burada? İstan dedik, Gürcüstan, Əfqanistan. Sonra uşaqlar, xana var, kitabxana, dəftərxana. Sonra şünas var, hüquqşünas, elə. Sonra nə deyə bilərik başqa? Xanadır, şünasdır. İzm var, məsələn, realizm, elə. Bu da yenə nə bildirir? İsim düzəldir, isim yaradır. Şəkilçilərimiz çoxdur uşaqlar və s. yazıram, yəni bunun davamı da var. Feildən düzəldirlər. Məsələn, deyirəm ki, sev, sevgi, nə düzəldir? Feildən isim. Məsələn, qır, qırı, qırıq sözü sifət də ola bilər, isim də ola bilər. Bunu da ayrıca yerdə saxlayırıq, yaxşı. Sonra gəlir, məsələn, maza var, tap, tapmaca, bildirməcə. Maq, məş var, məsələri keçəndə yenə deyəcəm. Həm məsələ şəkilçidir. Çaxmaq nə düzəldir? İsim düzəldir. Bunlar da nəyə nümunədir? Məsələn, satıcı, sat, satıcı, al, alıcı. Sonra seç, seçki. O gün var idi, çək, çəki, ölç, ölçü. Söz yaradıcılığının testində demişdik. Orada. Bunlar da hamısı feildən isim düzəldən şəkilçilərdir. Keçirəm mürəkkəb isimlər. Mürəkkəb isimlər uşaqlar yadda saxlayın, bitişik yazılırlar. Vefslərdə yazılar, amma ayrı yazıda bilmirlər. Yadınıza saxlayın. Mürəkkəb isimlərlə sifətlərin oxşar qaydası odur ki, hər ikisini necə yazıda bilmirlər, ayrı yazıda bilmirlər. Mürəkkəb isimləri yaranma yolları da hansılardır? Birinci yaxın mənalı, məsələn, oğul, uşaq, dost, tanış. Sonra əks mənalı, məsələn, deyə bilərəm, gecə, gündüz, elə. Sonra biri ayrıqləşənə bilməyək, məsələn, çör, çöp, məsələn, dəmir, gümüş, elə, kağız, çuğuz və s. Sonra bitişili zərimiz var uşaqlar. A və H bitişilisi. Vurha, vur, qasa, qaç, gəl, ha, gəl, nə düzəldir? İsim düzəldir. Müxtəlif mənalı var, çoban yastığı var, dəvə davanı var. Sonra elə çoban yastığını şeir nümunə göstərə bilərəm, mənzubə şəkilçinin köməyi ilə olar. Sonra dəvə davanıdır. Bunlar hamısını nümunə göstərə bilərik də. Yəni, ayaqqabıdır, mənzubə şəkilçinin köməyi ilə neyini düzəlir. Sonra ən var, felsifə şəkilçinin köməyi ilə toz soran, paltar yuyan, qab yuyan, əl üzü yuyan nə düzəldir? Mürəkkəb isim düzəldir. Bir də belə ola bilər. Biri sadə, biri düzəltmə, hər ikisi sadə, hər ikisi düzəltmə. Onlar da yenə nədir? Müxtəlif mənalılar da olardı. Onu da ayrıca yerdə saxlayırıq. Bunlar
Nə oldu? Mürəkkəb isimlərin yaranma yolları oldu. Bir də deyirəm, mürəkkəb isimləri necə yazıla bilmədilər? Bax, yaxın mənalıdır, əks mənalıdır, eyni sözün təkrarıdır, bir arada işlənə bilməyənlərdir. Bunlar defislə yazılır. Amma A-ha bitişi bitisidir, müxtəlif mənalıdır. Biri sadə, biri düzəltməlidir, məsuliyyətin köməlidir, ən olanlardır. Bunlar hamısı necə yazılır? Bitişi yazılır. Yəni, gördüyümüz kimi həqiqətən də ayrı yazıla bilmirlər. Sonra bir də bir şey də var. Superdir, overdir, vitsidir, əksdir. Bunlarda necə yazılır? Defislə yazılır. Məsələn, supermarketdir, məsələn, vitsi prezidentdir, vitsi admiraldır və s. Bunlarda defislə yazılan sözlərdir ki, o da ayrıca testlərdə düşə bilər. X də var, X də var. Kontradmiral da var. Sonra gəldik nəyə uşaqlar? Mürəkkəbi də dediyimizə görə indi keçirəm nəyə? İsim deyəndə ismin müəyyən kateqoriyaları var. İsimlər konkret olur, bir də mücərrəd olur uşaqlar. Konkret isimlərdir. Bax, gözlə görürəmsə, əllə təması mümkündürsə bu nədir? Konkretdir. Gözlə görə bilmirəmsə, əllə təması mümkün deyilsə bu nədir? Mücərrəddir. Məsələn, lövhədir, məsələn, şəkildir, telefondur, dəftərdir, kitabdır, görürüm, toxunurum. Bunlar necədir? Konkretdir. Amma məsələn, dostluqdur, sevgidir, xəyaldır, arzudur, ümiddir, elə Orxan. Bunlar da necədirlər? Bunlar da mücərrəd isimlərdir. Çünki biz bunları görə bilmirik, toxuna bilmirik. Amma testdə təbii ki, bunlar düşmür bizə. Testdə bizə nə düşür əsas? Həm konkret, həm mücərrəd olanlar var. İki başlı olanlar. Bax, iki başlı yazıram. Yəni, ikinə aid olanlar. Hansılardır? Analıq, atalıq, bütün qohumluqları yazmamda birini yazıram. Sonra ay, gün, sonra saat, sonra bal, xal, sonra şan, sonra kütlə. Bunlar nədir uşaqlar? Aydır, gündür, saatdır, baldır, xaldır, şandır, kütlədir və s. Ağıl da deyə bilərəm, ağılı yazın, onu da izahını verin, testlərdə qabağınıza çıxa bilər. Analıq hiss kim ola bilər? Analıq hissi, atalıq hissi, bir də qohumluq ola bilər, ögey mənasında. Analıq da, atalıq da. Hiss kimi olanda mücərrəd olacaq, amma insan şəxs kimi düşünsən necə olacaq? Konkret. Ay, göydəki ayla gün hər ikisini də görə bilirik, düzü toxuna bilməsəklər. Yəni, günə toxuna bilirik ən azından. Bunlar nədir? Olur konkret. Amma ilin ayları, həftənin günləri deyiləmsə, bu necə olur uşaqlar? Mücərrəd olur. Saat. Qolundakı saat əşya məfhum kimi düşünürəmsə, bu nədir uşaqlar? Konkret. Saat 15:00-dur, hal-hazırda vaxt zaman kimi deyirəmsə, bu necədir? Mücərrəddir. Bal, yediyiniz bal nədir uşaqlar? Konkret. Görürəm, toxuram. İmtahanda topladığımız bal, bu nədir? Mücərrəd. Xal. Üzdə olan xal, bədəndə həyat səbəbsiz olan xal, bu olur nə? Konkret. Görə bilirik. Oyunda toplanan xal, olur nə uşaqlar? Mücərrəd. Şan. Bu arının şanı var, bu belə şirə axıdır, o konkretdir. Amma şan şöhrəti yayılıb deyirəmsə, bu nədir? Avtomatik mücərrəddir. Sonra kütlə. Bu fizikada nəyisə kütləsi var, çəkisi elə. Bu olur, nədir? Görə bilirik də, yəni. Amma insan, toplum, cəmaat deyirəmsə, bu nədir? Avtomatik məfhum kimi mücərrəd. Ağıl. Heyvanın saxlanıldığı yer deyirəmsə, bu nədir? Ağıl verilir. O olur, konkret görə bilirəm. İnsanın ağlı, düşüncəsi, müdahiləni də düşünürəmsə, bu necə olacaq? Mücərrəd. Yəqin ki, seçə bilərik. İmtihanda, sınavlarda çox rastımıza çıxır. Sonra gəldik nəyə uşaqlar? İki başlıdan sonra keçdik nəyə? Konkret necələri bildikdə. Ümumi isim var, xüsusi isim var. Varlığı tək olan isimlərə deyilir uşaqlar, xüsusi isimlər. Eyni cinsli əşyalara verilən adlar olur uşaqlar, ümumi isimlər. Və təbii ki, bizə xüsusi ümumi soruşmayacaq. Fərq də nədir? Xüsusi harda olmasına asıl olmayaraq böyük hərflə yazılır. Ümumi isə ancaq cümlənin əvvəlində necə yazılır? Böyük. Bir də belə ola bilər. Bəzən ümumi isim cümlənin ortası böyük ola bilər. Nəyə görə? Şeirlərdə falan vətən sözü görürsünüz, bəzən böyük hərflə yazılır. O da nəyə görə? Xüsusi bir intonasiya, xüsusi bir vurğuna deyildiyinə görə, böyük bir məqsəd daşıdığına görə vətən sözü böyük hərflə şeirin ortasında yazıla bilər. İndi gəldim nəyə? Uşaqlar, bu xüsusi keçə bilər ümumiyə, xüsusi ümumiyə keçə bilər. Tam əksi də ola bilər. Ümumi isimlərdə nəyə keçə bilər uşaqlar? Ümumi isimlərdə təbii ki, keçə bilər xüsusiyə. İndi gəlin ümumi göstərək. Əvvəl insan adı olur, sonradan əşya adına çevrilir. Bu hansılardır? Məsələn, Newtondur, Pascal'dır, Kelvin'dir, Joul'dur. Fizikadan çox alimlərin adlarıdır. Sonra, nə deyə bilərəm? Magellan, məsələn, o deyə bilmərəm, nəyə görə? Boğaz adı kimi də xüsusi isimdir da. Elə bir şeylər seçməli ki, məsələn, Newton adamın adıdır da, alimin adıdır. Bir qanun kəşf edir, Newton qoyur. Qanunun adı oldu, necə uşaqlar, ümumi. Məsələn, mən sizə sirab demişdim. Naxçıvanda yer adıdır, sirab. Nədir bu? Aha, xüsusidir. Oradan su çıxarılır, satışa buraxılır, adını sirab qoyurlar, çevrilir nəyə uşaqlar, ümumiyə. Badamlı ola bilər, Slavyanka ola bilər. Sonra Kalaşnikov demişdik, alimin adamın adıdır, silah yaradır, öz adını qoyur. Xüsusi çevrilir nəyə, ümumiyə. Mercedes adamın adıdır, bir maşın yaradır, adamın adı deyil, daha doğrusu adamın qızının adıdır.
öz yaratdığı maşına qızının adını qoyub. Elə Ford olsun, nə bilim maşın adlarından başqa hansını bilə bilər. Mercedesdir, Forddur, Kia'dır. Bunlar hamısı xüsusən nəyə keçirlər? Ümumiyə. Bəs ümumidən xüsusi keçənlər. Gül adlarını demək olar əksəriyyətini deyə bilərəm. Lalədir, Nərgizdir, Bənövşədir. Elə Mələk sözün özü. Mələk bu uşağın adını Mələk qoyublar. Bunun adı ümumidən nəyə keçir uşaqlar? Xüsusiyə. Sonra Layla olsun, Bənövşə olsun, Arzu olsun, Xəyal olsun, Ümid olsun, fərqi yoxdur. Onlar hamısı ümumidən nəyə keçmiş hesab olunur? Xüsusiyə. Və bizi ən çox imtahanda, qəbulda, sınavlarda nə ilə çaşdırırlar? Elə sözlər var ki, onlar nitq hissəsi kimi isim deyirlər, amma insan adı kimi isim deyirlər. Uşaqlar onu çaşırlar. Məsələn, Gülər sözü. Normalda Gülər feildir, amma insan adı kimi isimdir. Məsələn, keçən də Gülərin sınavına Güləri salmışlar. Coşqun sifətli, amma insan adı kimi isimdir. Nadir sifətli, insan adı kimi isimdir. Mehriban sifətli, insan adı kimi isimdir. Sakit olsun, sarı olsun, qara olsun. Hətta yaxşı sözdür demişdim mən sizə. Sonra qəhrəmandır, nə bilim, şirindir, gözəldir, mehribandır. Bu sözlər ümumiyyətlə xüsusilə keçmiş hesab olunmur. Niyə? Çünki bunlar nitq hissəsi kimi isim deyirlər, başqa nitq hissələrdir. İstəyir sevil olsun, sevər olsun, nə bilim, solmaz olsun. Görürsünüz, bunlar isim deyirlər. Mən onları ümumiyyətlə xüsusilə keçmiş götürər, bilmərəm, bunları da ayrıca neyinirik, yadda saxlayırıq. Sonra keçid aldıq nəyə? Ümumi isim dedim, toplu və cəm isimləri var. Uşaqlar. Məsələn, kitab sözü tək isimdir, gördüyünüz kimi də elə. Amma buna bir dənə Allah artırıramsa, kitabı avtomatik olur necə? Cəm isim. Onda cəm şəkilçisi, hansı şəkilçinin köməklə düzəldir? Cəm isimlər, lalə şəkilçisi. Bununla bağlı birinci test sualım nədir? Bu cəm isim yaradır bu öz yerində. Bu şəkilçinin fərqliliyi, tələffüz fərqli. Məsələn, qızlar yazıram, qızlar deyirəm. Oğlanlar yazıram, oğlanlar deyirəm. Şəhərlər yazıram, şəhərlər deyirəm. Fərqli oldu da tələffüzüm. Sonra ikinci qaydam nədir? Toplu isimdən fərqli, ayırmağın yolu. Toplu isimlər bu şəkilçisini artırmadan cəmli yanaşı bildirən isimlərdir. Və bu arada toplu isimlər qrammatik cəhətdən tək isimdirlər, leksik cəhətdən cəm isimdirlər. Bunu yerdə saxlayın. Yaxşı. Bunlar isə həm qrammatik cəhətdən, həm də leksik cəhətdən cəm isimlər, o ayrıca qaydadır. 4 dənə toplu isimimiz var idi ki, cəm şəkilçisi qəbul edə bilmirdi. Cəmaət, əhali, ictimaiyyət, bəşəriyyət. Kitabda cəmaət əhalini verir, amma ictimaiyyət, bəşəriyyət verilmir. Diqqət olar. Demək, hansılar? Bir də ürəmə aşağıda, bu da ərəb fars sözlü için imtihanda qabağımıza ona görə onu deməyə ehtiyac yoxdur. Yaxşı. Sonra, onda tezə düşsək ki, bütün isimlər cəmlənir. Bu fikir nədir uşaqlar? Yanlış. Mən bayaq demişdim ki, müəllimliklər, həkimliklər, analıqlar, atalıqlar olmur. Bu da ayrıca qaydada, onu da ayrı yerdə saxlayırıq. Sonra, toplu isimlərlə bağlı bir şey yerdə saxlayıram. Orada bir söz var, el sözü. El sözü obo mənasında, kənd mənasında toplu isim deyil, yadınızda qalsın. Yaxşı, elə gedirəm, yəni kəndi obaya gedirəm. Burada toplu isim deyil. Amma ellər bizim toyumuza yığışacaq deyilsə, onda burada elə bir insanlar anlamındadır. Orada avtomatik o nədir? Toplu isimdir. Salxım sözü toplu isim deyil. Uşaq gedir, salxımın toplu isim götürür. Diqqətli olmaq lazımdır. Yaxşı, salxımdır. Sonra meşə sözü toplu isim deyil. Uşaq gedir, meşəni şey götürür. Toplu isim götürür. Yəni, belə şeylərdə diqqət olaq. Partiya məsələn toplu isimdir. Xalqdır, millətdir, alaydır, qoşundur, nə bilim, ordudur, cəmiyyətdir, bəşəriyyətdir. Bunlar hamısı toplu isimlər. Çünki nəyisə çoxluq anlamındadır. Yaxşı. Sonra keçid aldığım nəyə uşaqlar? Tək dedik, cəm dedik, toplu isim dedik, ümumi xüsusi dedik, konkret müzərrət dedik. Orada qaldı mənsubiyyət kateqoriyası. Uşaqlar, niyə mənsubiyyət kateqoriyası? Adından bəllidir ki, bu əşyanın kiməsə və yaxud da nəyəsə mənsubliğini göstərir. Ona görə bunlara deyilir nə? Mənsubiyyət kateqoriyası, mənsubiyyət şəkilçiləri. Bunlarla bağlı imtihanı bizə nələr düşə bilər? Gəlin yazaq. Birinci tək və cəm olaraq kateqoriyaya bölürəm, tək və cəm. Biz sizə 3 dənə şəxsimiz var. Birinci şəxs, ikinci şəxs və üçüncü şəxs. Məsələn, mənim kitabımda mənsubiyyət hansıdır? Inısıdır. Elə. Sənin kitabında ınısıdır. Onun kitabı ısıdır, sığısıdır. Bizim kitabımız ımızısıdır, mız da ola bilər. Sizin kitabınız ımızısıdır, mız da ola bilər. Burada da lar plus ısıdır. Və nəyə fikir verir uşaqlar? Bu şəkilçiləri uşağın əksəriyyəti demək olar ki, əzbər bilirlər. Amma testi deyəndə ki, mənsubiyyət şəkilçiləri sözlüsünüz, şagirdin 90% problem yaşayır, çətinlik çəkir. Bir sözün mənsubiyyət tapmağın 2 asan yolu var. Kitabda yoxda onu mən sizə deyirəm. Birinci, uşaqlar, mənsubiyyət şəkilçisi sözün əvvəlinə yeni kağıdı olan əvəz yaratıra bilərsiniz. Əksərində şəxs əvəzliyi olur. Məsələn, kitabım deyəndə ağlınıza nə gəlir? Görürsən, hansı əvəzliyi artırdınız? Mən əvəzliyini artırdınız, mənim. Bir də öz əvəzliyi artıra bilərəm, öz kitabım. Yaxşı, bax, 2 dənə qayda öyrətdim. Mənsubiyyət şəkilçisini tapmağın 2 yolu. 1, əvvəlinə öz əvəzliyi artırıram. 2, əvəzliyi əvvəlinə artırıram.
yerli kağıdı olan şəxs vəsiyyəti. Bununla mən nəyi tapmış oluram? Mənsubiyyətim. Və növbəti test sualı mənsubiyyətlə bağlı nədir? Bax, normalda mənsubiyyətin bitişdiricisi bizdə S-dır. Mən bunu bitişdiriciləri keçən demişdim. N-Y-S. Elə? Bax, N-Y-S da mənsubiyyətin bitişdiricisi hansıdır? S. Onda mənə ipucu bilikdir də, yəni bu arada asan yoldur ki, məsələn, mənsubiyyət şəkildə söz taplayırsa, S varsa avtomatik bilirəm ki, orada nə var? Mənsubiyyət var. Atası, çantası, babası, nənəsi, xalası, dayısı, bibisi, elə. Demək, burada nə var İmran? Burada mənsubiyyət şəkilcisi var. Bəs elə sözlər var ki, mənsubiyyət S yox, Y-dir, istisnadır da. Bitişdirici nə olur uşaqlar? Y zamit olur. Bunlar da iki qrupa bölürlər. Bir milli mənşəli var, bir də alımın mənşəli var. Milli olanlar iki dənə sözümüzdür. Hansıdır? Su və nə sözdür? Alımlı olanlar, deyin görə hansı oldu? Mənşə, ayısı oldu. Mövqi, sonra tali, mənafi. Elə? Bu sözlər istisnadır ki, bunlar mənsubiyyətə görə dəyişərkən yıdan istifadə olur. Buna kesin izi salır. Deyək, dördündən biri fərqlidir. Həqiqətən də görürsən ki, ya dördü bundan olacaq, biri başqa söz olacaq. Ya da 4 dənə başqa söz olacaq, bir dənə bu. Məsələn, yazıb, biri fərqlidir. A-ya yazıb mənafi, B-yə yazıb mənbə, C-yə yazıb tali, D-yə yazıb mövqi, E-də yazıb mərhələ. Onda fərqli olan hansıdır? Mərhələsi, görürsünüz, mərhələsi deyirəm. Amma talisi deyirəm, taliyi deyirəm. Yəni, burada diqqətli olmaq lazımdır. Bir də mənsubiyyətlə bağlı məşhur test sualı, mən çox da demək olar hər il qəbul düşən sualdır bu, buraxılışda. Bu, elə sözlər var ki, yalnız mənsubiyyət artıranda kökündəki sayını itirir. Yalnız mənsubiyyət artıranda. Açar sözdə bədən üzvləridir, demişdik yerinizə gəlirsə. Hansıdır? Yalnız mənsubiyyət artıranda alın, yalnız mənsubiyyət. Demək, alın, qoyun, qucaq mənasındadır. Sonra burun, sonra ağız, sonra çiyin, ağıl, sonra qayın, fərqli onları yazın. Könül, qayın, könül, sonra burun yazdıq, görün, alın, çiyin, ovuc, hansılar qaldı? Alın, qoyun, burun, ağız, çiyin, ağıl, qoyun, könül, ovuc, oğul. Bu sözlərimiz və s. Bu sözlərimiz nədir uşaqlar? Ancaq nədə öz sayını itirir, mənsubiyyət. Məsələn, sənin alnın deyirəmsə, necə yazmalıyım uşaqlar? Bax, buna yazıram. Sənin alnın. Bax, burada avtomatik neylə nə deyəm? Bax, belə yazıram. Sənin alnın. Salmalıyım. Çünki orada nə deyil? Mənsubiyyətdir. Alnın çünki sənə mənsubiyyətdir. Və mənsubiyyət şəkilçili söz özdən əvvəl nə tələb edir? Yəli şəxs. Çünki bu əşya mənsubsa, özdən əvvəl ona aid olan nə olmalıdır? Bir şəxs olmalıdır, bir insan olmalıdır. Amma alnın gözəlliyi desəydim, orada düşməlidir. Çünki o yerli çaldı, alnın gözəlliyi. Har şəkilçi olanda düşmür, mənsubiyyət olanda düşür. Bir də siz nə ilə çaşdıra bilərlər? Məsələn, deyər ki, beyinləri işləmir. Uşaq orada eyni salır, deyir, mənsubiyyətdir də onların beyinləri. Mən səndən razı, orada mənsubiyyətdir. Amma beyinləri sözündə iyi düşmür. Niyə düşmür? Səbəbi nədir? Çünki bunun əvvəl cəm şəkilçisi var. Birinci müddətinə gəlməlidir mənsubiyyət. Yəni, beyni desəydi, hə, siz deyəndə düşür. Amma beyinləri deyəndə düşmür. Niyə? Çünki burada birinci hansı şəkilçisini artırıbdır? Layihələr şəkilçisi artırıbdır, diqqətli olanı. Yəni, bu tip nüanslarla da çaşdıra bilərlər. Ümumiyyətlə beyinləri olur. Yox, ümumiyyətlə, bu sözdə olan səndən sözü cəm şəkilçisindən sonra mənsubiyyət gələrsə, heç birine düşmə olmayacaq. Mütləq kökü artırılmalıdır. Birinci mənsubiyyət gəlməlidir. Mənsubiyyətdən əvvəl heç bir şəkilçi ümumiyyətlə olmamalıdır. Və bir nüansda istisnamız var idi. 4-5 dənə sözümüz var ki, onlarda ümumiyyətlə düşmə hadisəsi baş vermirdi. Nağıl, taxıl, paxıl, üfik, müdür. Deyin görüm hansılar oldu? Nağıl, üfik, müdür. Nağıl, taxıl, paxıl, üfik, müdür. Bu sözlərdə ümumiyyətlə düşmə hadisəsi baş vermir. Amma o Instagramda da bir kişi deyirik, isim, nəsil, ömür, şəkil, fəsil, onlarda belə eləyirik. Onlarda isə uşaqlar, nə artırırsan artır, istəyirsən hal olsun, silməsi olsun, hər iki halda düşmək olacaq. Yaxşı, heç ondan söyləməyə ehtiyac yoxdur. Elə bunları bilsək, bunlara bilsək. Variantda çünki bu tipli suallarda sualın şərtinə mən baxmıram, adətən testləri işləyəndə. Sualın ancaq varianta baxıram. Ya 4 dənəsi bədən üzvü olur, bir dənəsi nəsil şəkilcisindən olur, ya da 4 dənəsi ondan olur, bir dənə bədən üzvü olur. Bir dənə bədən üzvü varsa cavab bədən üzvüdür, bir dənə o birisindən varsa cavab olan olur. Aydın oldu. Hal kateqoriyasını və ismin sifətləşməsini gələn dəfə keçəcəm, diqqətli olalım. Oldu mu uşaqlar? Dayandır aynısı. Nəsə elə bu qədər. Qalxın uşağının ne